Bismillahirrahmanirrahim. Elhamdülillah. Salatu vesselamu ala Abdillahi Muhammedin ve ala alihi ve sahbihi ve selleme teslimen ketira. Ben birinci salamlayıram hər birinizi. Allah'ın salamıyla sonra hem özümü, həmçinin sizi bu güzel günde, bu güzel süfrede salamlayıram ve hoşdur bizim için bu güzel məclisi bir yerde bölüşmək, bu güzel məclisdə oturmaq. Bilirsiniz ki, bugün əzəmətli bir gündür. Bugün, tabii ki, o gün artıq keçdi. Biz Məhərrəm ayının 10-cu gününü keçirdik. Oruç tutmaqla. Necə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu 10-cu günü oruç tutmağı bizə əmr edib. Və bugünün ən böyük əlaqəsi bizim dinimizdə Musa Peyğəmbərləndir. Məhərrəm ayının əlaqəsi və Məhərrəmdəki Aşuranın əlaqəsi Musa Peyğəmbərləndir. Necə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Yomul Aşura, Aşura günü, Məhərrəm ayının yəni 10-cu günü Allah Teala Musanı və Bəni İsraili Fironun zülmündən qutarıb. Yəni Fironun batdığı gündür bu. Firon məhv olub və Bəni İsrail sevinib bayram edir. Və Musa aleyhisselam bu günü şükür olaraq Allaha oruç tutub. Və o gündən bu günə hətta cahiliyə dövründə olan insanlar belə bu orucu tutublar. Musadan bəri hər kəs tutmağa başlayıb. Hətta Peyğəmbər sallallahu aleyhi və səlləm Məkkədən Mədinəyə gələndə gördü ki, tuturlar. Yahudilər tutur oruc, müşriklər tutur oruc. Və Peyğəmbər sallallahu aleyhi və səlləm soruşdu ki, onlar nə üçün bu orucu tuturlar? Onlar dedilər ki, Musa aleyhisselamın qələbə çaldığı gündür. Firon üzərində. Və Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, biz Musaya sizdən daha haqlıyıq. Və biz Musaya sizdən daha layiqik. Yəni biz daha yaxınıq Musaya, biz Peyğəmbərlər qardaşıq. Və mən Musaya sizdən yaxınam və müsəlmanlara əmr edir ki, o gün oruç tutsunlar. Və müsəlmanlar da o gün oruç tutur. Sadəcə olaraq Peyğəmbər sallallahu aleyhi və səlləm əmr edib ki, bir gün əvvəl və ya deyib ki, əgər genel qalsam bir gün əvvəl tutacam. Yəni 9-da tutacam təsuanı. Ki, müşriklərə və ya yahudilərə oxşamayam. Çünki onlar da tuturdular. Və əcr olaraq da Peyğəmbər sallallahu aleyhi ve sellem bu ibadətə bir il keçmiş günahların bağışlanmasını, necə səhih hədisdə var idi o ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, hesab edirəm ki, Aşura gününün orucu bir il özündən əvvəlki günahlara kəffarədir. Bir gün oruc və geridə qalan 360 və 365 gün və onun içində olan günahlar. Bir günün orucu ilə biz bu fəziləti, bu necə deyərlər, rəhməti əldə edə bilirik. Və bu bizim ümmətimiz üçün olan böyük bir lütfdir. Bir günün orucu ilə günahlarımızın bağışlanması üçün səbəb olaraq istifadə edirik bir günün orucundan. Və çoxdur Peyğəmbər sallallahu aleyhi və səlləmin oruç tutmaqla bağlı olan hədisləri. Lakin Aşuranın orucunun fəziləti nədir? Bir gün özündən əvvəlki, bir il özündən əvvəlki daha doğrusu keçmiş günahlar üçün kəffarədir. Və bilirsiniz ki, bizim dinimiz bağlıdır kitaba, Allahın kitabına və Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətinə. Nə ki kitabda və sünnədə varsa qəbul olunur, nə ki yoxdursa qəbul olunmur. Aşura gününü müsəlmanlar əlaqələndirib, İslam əlaqələndirib, dinimiz əlaqələndirib Musa Peyğəmbərlə. Və bu əslində Aşura, yəni biz İslam necə deyərlər, elmləri üzərində, İslam dini üzərində yanaşsaq məsələyə, əslində Aşura gözəl bir gündür. Yəni Allah bir Peyğəmbərini yer üzərində olan ən kafir insandan və onun zülmündən qutarıb. Fironun. Və bilirsiniz, Firon Quran-ı Kərimdə
Allah onun barəsində xəbər verib deyir ki, o xəbər verib ki, deyir ki insanlara, mən sizin uca Rəbbinizəm. Firavun. Qadınları saxlayardı, uşaqları öldürərdi, kişiləri öldürərdi. Yəni, çox qəddar və çox zalim birisi idi. Və Musa aleyhissalamın da dəvət eləməsinə ən çox mane olan birisi idi. Allah Teala onu bugün dənizdə batırır. Aşura günü. Və bugün Musa aleyhissalam Allah'a şükür eləyib. Şükür olaraq oruç tutub. Aşura günü əslində gözəl bir gündür, yaxşı bir gündür. Çox təəssüf ki, bəzi insanlar bu günü matəmə çevirmək istəyir. Matəm kimi qeyd eləmək istəyir. Bilirsiniz, biz düzgün yanaşmağı bacarmalıyıq, düzgün yanaşmalıyıq, ən birinci. Ən birinci düzgün yanaşmalıyıq ki, ümumiyyətlə, nəinki Məhərrəm ayında, ümumiyyətlə, elə bir ay yoxdur ki, İslam tarixində orada nəysə olmasın. Qətil, döyüş, yəni müsəlmanlar qırılmasın. Məsələn, götürək Xocalı faciəsini. Xocalı faciəsi daha dəhşətli idi. Orada daha faciəli idi. Daha acınacaqlı idi. Orada da uşaqlar öldü. Orada da günahsız qadınlar. Orada da nə qədər şeylər baş verdi. Hansı ki, bəzilərini insan ağzına gətirmək istəmir. Lakin Allah razı olsun prezidentdən, həmçinin əskərlərimizdən, komandirlərimizdən, Allah şəhidlərimizə rəhmət eləsin. Yəni, bu zəfəri qazandıq və onlar bir növ az da olsa unuduldu. Lakin başa gələn faciə, mən deyərdim ki, Kərbəla hadisəsindən üstün olması da bərabərdir. Ən azından. Ən azından. Amma inşallah məsələyə baxsaq daha ağırdır faciələr hansı ki bizə baş verir. Yəni İslam baş verən faciələr, baş verən şeylər üzərində matəm və yaxud da sevinç qurmur. İslam dəlillərinə olur. Məsələn, Aşura nə ilə əlaqəlidir dinimizdə? Musa ilə aleyhissalam. Musa aleyhissalamın nə ilə əlaqəlidir? Musa aleyhissalam Firona qalib gəlib. Yaxşı, oruz nə üçündür? Oruz Musa aleyhissalamın Allaha şükür əlaməti olaraq o günün, o qələbənin şükür olaraq oruç tutmasıdır. Bizim ümmətə necə gəlib çatıb? Musa aleyhissalamdan. İnsanlar zaman tutublar və deyirlər ki, bugün Musanın qalib gəldiyi gündür. Bugün Allah Musaya qələbə verdiyi, Fironun batırdığı gündür. Və belə gəlib ta Peyğəmbər sallallahu aleyhi və səlləm vaxtına və Peyğəmbər sallallahu aleyhi və səlləm bu ibadəti təsdiqləyib, sonra qardaşlar ölüb sallallahu aleyhi və səlləm. Onun ölümündən keçib təqribən 40 il, 50 il və 60 il və 50 ilə 60 arası il keçib hadisə baş verib. Bu ayda olub, bu gündə olub. Yəni, İslam dini ilə əlaqəsi yoxdur o mənada ki, yəni İslam vəhiyyə bağlıdır, kitab və sünnəyə. Vəhiy, yəni göydən gələn xəbərə. Göydən gələn xəbər kəsiləndən 50 və ya 60 il. Bu arada sonra olub hadisə. Çox hadisələr olub belə. Çox hadisələr olub orada. Bir 60 da Məhərrəm ay keçib. Peyğəmbərin ölümündən sonra. Aydındır? Yəni hadisələr çox olub İslam tarixində. Həm Məhərrəm ayında, həm Rəcəb ayında, həm Şaban ayında. Nəyə ki, Peyğəmbərimiz əlaqələndirib bu dinlə o ayda olan hadisəni? Biz də əlaqələndiririk. Nəyə ki, əlaqələndirmirik? Biz əlaqələndirmirik. Bu o demək deyil ki, biz əlaqələndirmirik, yəni o hadisəyə laqeyidir. Yox, o hadisə bizi də sarsırdır. Peyğəmbər s.ə.v-in 2 reyhanından biri Hüseyin radiyallahu, Allah ondan razı olsun, o öldürülməsi, Allah o öldürənə, onun ölümünə sevinənə, onun ölümünə fətva verənə lənət eləsin. Necə? Bizim alimlərimiz deyir. Allah öldürənə də, ölümünə sevinənə də, ölümü üçün fətva verənə də Allahın mələklərini və lənət edə bilən hər kəsin lənəti olsun. Bu başqa məsələdir. Amma bunu dindən eləmək, bu İslamın şuarıdır eləmək,
bu da bizim dinimizin əsaslarından, rukunlarından, ərkanlarından biridir demək xatadır. Amma hadisədir, böyük hadisədir. Və düzgün yanaşmayanda insanlar qulub edir, həddi aşır. Düzgün yanaşmayanda insanlar İslamdan olmayan bir şeyi İslama daxil edir. Və ya əksinə İslamda olan şeyi İslamdan çıxardır. Məsələn, görürsünüz, elə insanlar var ki, onlar İslamda, sünnədə gələn şeyləri kənara qoyublar. Nə ki, İslamda, sünnədə yoxdur, onu qatıblar ona. Məsələn, hətta elə bir həddə gətirib çatıb ki, məsələn, deyiblər ki, məsələn, filan zigerin ziyarəti həcdən 70 dəfə üstündür. Hətta o dərəcəyə gəlib çıxartır ki, yəni, həc düşüb aşağıya, dərəcə etibarı. Hansı ki, həc ən üstün idi İmam Əliyə görə də, İmam Hüseynə görə də. Amma məsəl üçün, bəziləri deyir ki, həc elə-belə, yəni elə-belə məşqdir. Əsas filan yerdir. Həc elə-belə məşqdir. Nə üçün belə deyirlər? Çünki o qədər hədd aşılıb ki, İslamdan olmayan şey İslamın əsas bir şeyinin yerinə daxil olmaq istəyir. Ona görə bir hadisə və bir şey o qədər şişirdirir ki, hətta görürsən ki, İslamdakı bayramlar, İslamdakı mərasimlər mi deyə, İslamda olan tədbirlər heç elə keçirilir. O dərəcədə deyil. Və xatırlatmaq istəyirəm ki, Peyğəmbər sallallahu aleyhi ve sellem sağ idi. Və Peyğəmbər sallallahu aleyhi ve sellemin dostları, sahabələri və həmçinin əhl-i beytdən olan kişilər şəhid olurdu döyüşlərdə. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem 18, 19, 20 döyüş döyüşüb. Bəziləri 23 deyir alimlər. Döyüş döyüşüb. Və təbii ki, bu döyüşəndə yanında adamlar ölüb. Sahabələr ölüb. Və elələri var ki, susuzluqdan ölüb. Elələri var ki, aclıqdan ölüb. Elələri var ki, kafirlər tutub işgəncə verib öldürüblər. Elələri var ki, öldürüb sonra doğrayıblar. Qulaqlarını kəsiblər, burnunu kəsiblər, gözlərini çıxardılar. Hətta sahabələr gəldi ki, Rasulullah, biz də olan kimi tutanda elə eləyək, dedi, yox, əlləmir. Allah qadağan edir. Onlar eləyir, deyənə biz eləməyək. Lakin eləyirdilər. Və Peyğəmbər s.ə.v bunları gördü, bunlar vəhşilik idi. Lakin Peyğəmbər s.ə.v onların əhlinə deyirdi ki, ay cəmaat, məsələn, filan qədər yas saxlayın, filan gün gəlin meçdə, məsələn, əzadarlıq eləyək Həmzəyə görə, Musab ibn Umeyrə görə, Cəfərə görə. Bəziləri, məsələn, Cəfər Əhl-i Beytdən idi, Əli radiyallahu anh qardaşı. O da şəhid oldu döyüşlərdə. Müşahlar idilər hamısı. Əhl-i Beytdən idi. Lakin Peyğəmbər salsa hələ demədi. Və Ammarın, İbn Yasirin atasının anasının gözünün qabağında öldürdülər vəhşi kimi. Ammar İbn Yasir gəldi Peyğəmbər salsa yanına. Dedi ki, ey Ammarın ailəsi görüş yeri cənnətdir. Yəni təsəlli verdi onlara. Amma başqa cür davranmaq, başqa cür şeylər eləmək, İslama yad olan adətlər gətirmək, bu İslam dini deyil. Bəli, hadisə bizə də xoş deyil və biz də İmam Hüseynə kim zidd olubsa, əks olubsa, ona ziddik və əksik və İmam Hüseyni də elə Kufə əhli özləri öldürdülər. İmam Hüseyni öldürənlər o kəslər idilər ki, bir gün İmam Əlinin yanında Muaviyyəyə qarşı vuruşurdular. Necə? Öz kitablarında var ki, İmam Hüseyni Əliyin şiyələri öldürdü. Əliyin şiyələri, yəni Əli radiyallahu anh'ın tərəfdarları, hansı ki, Muaviyyə ilə döyüşdə onlar Əliyin tərəfdarlarıdırlar və onlara Şiətü Əli deyirdi, Əliyin şiyələri. Xain çıxdılar, çağırdılar, Hüseyin radiyallahu anh allatdılar və özləri də öldürdülər və bugün belə dəhşətli olduğuna görə Əhl-i Beyt o vaxt Kufəyə gəlir, səhv eləmirəmsə Zeynəb, Allah ondan razı olsun, görür ki, ağlayırlar, deyirlər, niyə ağlayırsınız? Deyir, atamı, babamı ağlayırıq. Deyir, qəribə adamlarsınız, özünüz öldürürsünüz, özünüz də ağlayırsınız. Və bilin ki, yəni Hüseyin radiyallahu anh Kufə əhli öldürdü, 14 əsrdə onlar ağlayır. Aydındır, özləri öldürürlər, özləri də ağlayırlar, elhamdülillah. Mədinə əhli, Məkkə əhli, Basra əhli, həmçinin Şam əhli, onlar Hüseyin radiyallahu anh işləməmişlər.
və xilafət də onda Şamda idi. Və hər şey aydındır, hər şey bəllidir, heç nə gizlin deyil. Lakin elə hərəkətlər var ki, elə şeylər var ki, onlar bu hadisələrdən istifadə edirlər. Çünki İmam Hüseynin qətli, ölümü başqa cür göstərilir, başqa cür təqdim olunur. Sanki İmam zülmə çıxmışdı qarşı, zülmə qarşı yəni uşaqlarla çıxmışdı, arvadla. İnanmıram, mən hələ İmam Hüseyni tanımıram, yox. İmam Hüseyin radiyallahu anh sadəcə allanmışdı. Elə bilmiş ki, onlar da gözləyirlər. Ona görə bütün ailəsinin nəslini götürüb gedirdi. Lakin xəyanət məcbəz qaldı və öldürüldü. Radiyallahu anhu, Allah ona razı olsun. Və əslində bu şüarlar hansı ki, zülmə qarşı o insanları meydanlara tökmək üçün istifadə olunur. Yəni, haradakı öz İslam, müsəlman hakimləri var, onlara qarşı cəmaatı qaldırmaq üçün və onları da zalim kimi qələmə verirlər, zülüm. Və həmən İmam Hüseyni deyirlər, Hüseyncilər, İmam Hüseyin ki, cəmaat qalxsın. İmam Hüseyin radiyallahu zalıma qarşı da qalxmamışdı. Çünki hələ zalıma qarşı qalxmırlar. İmam Hüseyin radiyallahu da 56 yaşı vardı onda. Artıq ağıllı bir insan idi, yaşlı bir adam idi. Yəni bilirdi hara gedirdi və niyə gedirdi. İnanmışdı sadəcə olaraq. Və həmçinin göstərir ki, hadisə məsum deyildi. Məsum deyildi. Çünki orada uşaqlar da öldü. Məsum deyildi. Allanmışdı. Bəşərdən bir bəşər idi. Lakin üstün insan idi. Peyğəmbər s.ə.v-in nəvələrindən idi, sevimli nəvəsindən idi. Allah Teala ondan da, onun atasından da və bütün sahabələrdən razı olsun. Aşura günün əsas mahiyyəti Musa ilə əlaqəlidir. Radiyallahu anhu və aleyhissalam daha doğrusu və İslam dininin onu təsdiqləməsini. Aşura orucu təkdə tutula bilər, Aşura günü. Aşura 9 namında tutula bilər, Tasu'a ilə Aşura və ya 11-ci günə tuta bilər. Yəni Aşuradan sonraki gündür. Əlhəmdülillah. Peyğəmbər s.ə.v dedi ki, sağ qalsaydım gələn il, qalsam daha doğrusu 9-da onu tutacam. Bəli. Allah bilir, sünnəyə də ən yaxın olan budur. Lakin kim bacarmasa, bir gündən də kifayətlənə bilər. Allah daha doğrusunu bilir, Allah daha yaxşısını bilir. Hələ bunlarla kifayətlənmək istəyirdim. Esselamu aleykum və rəhmətullah və barakatuhu.